Salamlar. Ben niye yine səhər sizi səhərim göz açılmamışdı ya. Bu sefer benimle bir yerde. Niye? Aşkı Kampanya. Salam ver. Всем привет. Niye bunlar böyle matem sifət edilirlər? Çünkü спать хотим. Çünkü yuxuları gəlir. Çünkü tezdən durmuşuq. Çünkü biz yerəndə go. Hara go? Lənkərana go. Опять. Əsas ana vətənimizə gedirik. Ha? Hazırlaşmışıq. İndi yola çıxırıq. Saat 6-dır. Yaxşıdır. Mən deyirdim ki, birdən qorxaram eləyərəm. Biraz gərginlik var idi. O da ki, sənin təcrübəsizliyinə görə. Amma belə, yəni oturaram sənin maşında inşallah. Allah qoysa. Ne var, ev var, ev. Ne var, ev var. Nəyin ev var, ev var? Siyahlı maşına asıp böyle. Yox, oturaram. Amma razı qaldım. Gərgin oturmuş. Təcrübəsizliyinə görə gərginlikdir. Yoxsa başqa yox. Domboş nostalji yadıma düşdü. Tabii sərində. Mayına kitə çıxırlar da. Maşında mənim dayalarım buz idi. Это тебе можно поехать? Sən çox tək. Bəsindir. Para kalmıyor. Eskiden yönde olsun. Niye? Dərman kimi verirlər çayını, çayı. Burada samovarı qoyur qabağa. Nə qədər istəyirsən iç. Hər şey də təbii. Hər şey. Ha. Hər şey də ləzzətli, çox dadlı. Çox. O dəqiqə bilinir ki. Чай такой горький. Da. Горький, потому что он темный. Ha. Şamlıda ona görə. Ты давно не Asıl. пьешь, возьми. Sen mi şimdi olsa? Şirin çay istəyirsən? Ye, iç. Sağlam ol, aşka. Спасибо. Больше не хочешь чай? Нет, Da. чай слишком горький. İndi yox, o birinci təkələ belə, indi əladır. Papayını açıq töksün. Нет. Если хочешь. Уже düzdürmüş, ben yeməklə yedim, böyle bakırım. Papa əla töktü, açıq mən üçün töktü, əla. Onu boşalt, onu boşalt. Onu boşalt, o papa açıq töksün sənə. Süssün daha da olsun. Karayla. Son derece işi dandı, ben sizden de asılısıyım. Əla, ləzzət verir. Yaxşı, yaxşı, Özü yaxşı. samovar. Nurullah müəllim də yenə qız almağa gəlib, şirin çay edib. Heç limon yok. Limonu yok. Yok. Ben limonu sat. Qız alanda limon. Buna zəhmət olmasa. Yanlış.
Qız alanda limon Deco. tökmürlər. Когда мы будем Только ширин чай. эта цепочка будет прокатить каждый день. Что буду делать? Это когда мы будем в Америке каждый день, ты хочешь прокатить ко мне в пакет? Если будешь хорошо себя вести, там да. Eskiden sohbet kalıyor. На. Akşam denizde çimeceksin Asiye. Я купальник не Fani съела. falan gətirmədim. Hə, ayaqlarınızı salar əgər aparsa. Çimecek. Niye çimeceksin? Denizde. Hə, bunun üçün şey gətir, alt paltarı gətirmişəm, o çimə bilər. Nə yapışırsan eləmə belə. Гринч. Каркамель. Belə də yapışırsan, normallaşdır. İndi yaxşıdır, gördün? Hiss eləməm. Yandım. Dilim yandı. Yandıma yox, şeyə, açıq. Hə, isti içə bilmədim. Hə, indi birazdan içəcəksin, görəcəksin, indi yaxşıdır. Yes. Bütün içə bilmir, elə papa tündü içir. Siz yine yaxşısınız. Mən sizdən də atılsın. Mən ki çaydır. Yan. Çox kəsir mən uzun belə gəlir. Məncə qısa olur. Çox nazik idi, onu kəsilməlidir. Mən bunu ukladka eləyəndə uzun görürəm. Orada tuvalet olmalı. Mən fikir vermişəm, o qədər bunlar təmizliyə öyrəşiblər. Bu heç vaxt əlin salflarla ilə silsin eləsin, heç onu qane eləmir. O mütləq yumaq istəyir. Mən də belə. Mən də eləyəm, bu qız da elədir. Hamısın anınıza çox sağ Müvəqqəti olun. olaraq şey eləyə bilərəm ki, məsələn, telefon götürməni. O müvəqqəti də istəmir. O qətiyyən müvəqqəti də istəmir. O ancaq deyir, mən gərək əllərimi yuyum. Yoxsa belə gəzir, belə. Deyirəm, vlajını не хочу. Belə salfetka не хочу. Suxoy не Mən хочу. məsələn belə öldür gəzirəm. Mən vlajna eləməliyəm, sonra tualetə gedirəm. Bunlar hamısı mənim sayəmdədir. Mən öyrəşdirmişəm, əllərinizi yuyun. Əllərinizi təmiz yuyun. Girdiniz içəri yuyun. Falan şey belə eləyin, yuyun. Demirsən? Təmizliyi öyrəşdirmişəm. Hə, deyirəm də, deyirəm durmuşdur sizin evdəki işlənən salfetka qədər. Yazıqdır Murad. Deyirsiniz salfetkanı yeyirsiniz, işlətirsiniz. Salfetkaları üst korobkayı bir hissəsiz qatmışam. Yəni o qutarandan sonra elə Bilirəm, altda var da. Hə, altdan Bilirəm. çıxarmışam. Yazıqlayın. Sonra çaşarsan. Çaşma kişi, çaşarsan. Sağ ol, qardaş. Ой, спасибочки, сынок. Мой джентльмен. Nurullayca. Evet, değil mi bu Uşaqlar da darıxıblar sən. Canım kurban, canım kızım. Tanrı'sın bu Hə, ev uşaq sudur. Dədişka. Kloku gətirdim. Görüb yarıdacaqsan. İndi orada Veşilkada papanın o Adidas Spakevisi adı var. Hə, çıxart görüm. Allah'ım. Davay, çıxart elə. Çıxartdım Veşilkası çox çətindir. A, tövbə estağfurullah. Davay, bыстро. Aha, onlar hamısı orijinaldır ya. Aha. Потом. Ha, o çempiondur. Onu çıxar, o poliveri çıxar. Bir də onun altında nə var, onu bilmək istəyirəm. Hə, o baxım görüm o nə finkadır. O da çempionun finkası olacaq. Yox, şey. Toyuq, hə, onun markasının adı nədir toyuğun? Nə bilim. Nəysə, onları götür, büş. Asılqanı az sonra. Muradın. Asılqanı az sonra. Hə, onu da çıxar. Onları az sonra. Malacıq. İndi götür bunları səliqə ilə başda bükməyə. Allah məhəmməd yərəli. Aparıram yumağa. Nə vaxtdır geyilməyib eləmir. Tərtəmiz deyib, yuyub gətirmişdim. Prosta neçə ildir papa. Hardan yiyəcəksən? Bakıda yuyub gətirmişdim də. Dedi bunları apar rayonda qoyun. Onda siz uşaq idi. Siz hə, qalın finkasadır. Cüri. İndi onlar onsuz da belə geyinməyəcək. Haçan da geyilməyib deyə. Sap-sarı deyirəm. Rəngi özü dəyişib də. İndi onların maması belə eləyəcək gül. Gol. İndi qoy bu bravodur, nədir onun klokonu? Bazar storu klokonu.
Yox, başardıq. Yox, şükür, başardıq. Zarafat edirəm. Mənim qızlarım hər şeyi bacarır. İndi zarafatlaşıram, amma öyrətmişəm maşallah. Bəli, bəli, mənim uşaqlarım hər şeyi bacarır. Dərs oxumaqdan tutmuş. Xoşlamıram, dərs oxuyuram, amma mən heç bir iş bacarmıram. Mən ancaq dərs oxumuşam. Elə şey yoxdur. Dərs oxuyacaq uşaq. Bununla bərabər iş görməyi də bacaracaq. Belə bir də şıllaq atmağı da bacaracaq. Elə ki, yorğunam. Əsəbləşirəm. Götürürəm ki, başlayıram ki, bir şeyi bərk dağ çırpmaya ki, hissətlə görürəm. Döndürəm görürəm. Dəniz kuzu kimi görmədiyi iş qalmayıb. Əsmər operativ bütün işlər. Sonra dönüb baxıram görürəm. Dənizə həyatı boyu tapşırmadığım, həyatıma əl vurmadığı işi dəniz elə eləyir. Ayam şok. Durub bu eləyə bilir. Qorxusundan bir gözləri də mənə baxır. Tarafır. Dada kıta koymaz. Elə mən bu əsəbləşdirməmiş eləyir. Mən işlədim. Mən əsəbləşdirəndən sonra neynəm eləmək? Özlə eləyə bana. Deyirəm ki, ürəyim yanırsa, çay gətirəmsin. Deyirəm, yox ürəyim, çay istəmirəm, tər basarım. Sərin su varsa. Amma adi vaxtda isə mən heç bir şey çırpmasam əgər, rahat özüm tək görsəm, dəniz. Deyirəm ki, dəniz, bəlkə durasın. Saat neçədir? Ay, bir dənə kanikulum var. Yaxşı. Yavaş kənarda qalxıram, oyağa. Deyirəm, olda bax, sənin işin var. Sən yenə də ayağa durasın, kafasını elə ki, düşünəmişsin, şart. Konsertdilər bunlar. Ay, bütün biclikləri bilirlər bunlar. Bütün fırıllaqları bilirlər. Ben bütün zayıf nokta. Kanasına uçuyorlar. Ay. Sen de az ben oradan şey patlat. Nurullah da telefonla oynuyor. Mamamı incitmiyor. Mamanı yormuyor. Mama hesaplaştırmıyor. Çok yoran değil. Biz yola çıktık. Deniz Hanım. Здрасте. Yaşıllıqdır, yaxşıdır, burada yaşıllıq saxlayıb. Mənzərəmi körlüyür. Bu cür yaşıllıq mənzərəmi körlüyür. Qabağı da sol tərəfdə gedir. Ha budur. Buradan onu da sağ. Bu yanlarda bir parka şurada var bir yanlarda. Of. Benim şimdi. Tanımsan ben. Karanfilin avaz edici. Gözəlliyə baxın, telefonda biraz uzaq düşür həmişə, amma düz dağın, dağ yanımızdadır da, yəni. Mənzərəsi də gözəldir. Dağın özünə, ətəyinə yol eyiblər. Düz dağın, yəni ətəyindəyik. Dağ düz yanımızdadır. Yaşıllığa baxın, gözəlliyə baxın. Bunu canlı görmək daha gözəldir. Təbii ki, bundan da gözəl yerlər var, amma yəni bu da gözəldir. Çox xoşum gəldi. Yaşıllıq sevirəm. Süper. Sen de çeviriyorsun güzel. Elimiz ağzımız yağlı vəziyyətli video çəkir. Əməllərim yağlı falan deyil. Мы красим, мы даже скупать, мы даже чистые. Nə olacaq ki? Həmişə belə eləyir. Mən heç vaxt tənbəllik eləmirəm. Çünki mən buna işim kimi baxıram. Əsla tənbəllik eləmirəm. Zövq alaraq çəkirəm. Çünki YouTube'u çox sevirdim mən əvvəldə. Həmişə deyirdim ki, çəkəcəm. Bir dəqiqə keçək buradan adamlar var. Mən paranoyak falan deyirəm. Mən evlatlarıma qarşı diqqətliyəm. Heç paranoyak falan deyirəm. Nəysə, uzun sözün qısası. Mən buna işim kimi baxıram. Heç vaxt tənbəllik eləmirəm. Həmişə də çəkirəm. Məsəl üçün, o çəkən momentlərdə dəniz deyir, ya asqat çox səlam var, səlam var çəkirsən. Sonra videom hazırlanır, montajlayıram.
düzəldirəm və həftə sonu ki paylaşmağı qoyuram artıq. Çox vaxt şənbə günləri qoyuram mən paylaşmağa. Deyir ki, nə yaxşı çəkmisən, nə yaxşı mama, hövsələn çatıb çəkmisən. Deyirəm, mən çəkəndə elə deyirsiniz, bəs əşi burada çəkməyin, əşi filan şey eləməyin. Amma görsən, yəni yorulmadan qarşına məqsəd qoydunsa onu elə də. Mən eləyirəm və çox sevirəm. YouTube-u çox sevirdim, əvvəldən də dedim ki, çəkmək istəyirəm. Nəhayət, çəkdim. Nəysə, biz burayla sağlaşıb. Bunun adı nədir? Pambəhi. Mənası nədir bilmirəm. Yeməkləri ləzzətli idi. Yaxşı idi, mənzərəsi də yaxşı idi. Belə. İndi yola çıxırıq. Deməli, saat neçədir? 9 часов вечера. 28-23. Yarısı da 21-23. 21-23. İndi çıxırıq, amma deməli qaynanam, sonra mamam, iki mamalar bizi yolda ancaq zəng vurublar. İndi hardasınız? Amma bilirdilər biz yeməyə gedəcəyik də. Fisyotaki indi evdə oturana biraz uzun gəlir axı. Hardasınız indi? Yəni bilirlər ki, biz deyəcəyik ki, Salyandayıq da, yəni yolu yarılamışıq ya da orada bir oturmaya yeri var, Hacıoğlu falan. Elə bilirlər ki, oradayıq da. Deyirik ki, biz elə Lənkərandayıq, indi çıxacaq. İndi onlar yatmayacaqlar. Yol boyu bizdən hardasınız indi? Hardasınız indi? Bizdən elə soruşacaqlar. İndi marketin qarşısındayıq. Ama market demirəm, fədək deyil. Fədəkdir marketin adı. Burada çox məşhurdur bu fədək. Biri də adres verəndə fədəyin yanına gəl, fədəyin yanından belə elə. Belə bəzən bəzi yerlərdə belə məşhur yerlər olur axı. Orayla plakasiya verir adam. Burada belə məşhur marketdir. Mən bizim Vasvası çox belə xırdaçı, hər şeyə fikir verən, hər xırdalığın, nə bilim də, hər xırdalığa fikir verən papamız bir cür deməli, ancaq Lənkəranda satılır o. Ondan çay içir. Bir cür nobatdır. Ondan çay içir. O da Lənkəranda satılır da, Bakıda satılmır ondan. Hər biz Lənkərandan gələndə biz bu fədəyin qarşısında olmalıyıq. Özü də ən ləzzətlisini də fədəkdə satılır da, iş orasındadır. O biri marketlərdə də var, sözün düz hamısında yoxdur. Bəzilərində var, bazar stodur, nə bilim, indi bravodur, arazdır. Onların hamısında olmur da, amma fədəkdə həmişə var. Və ən ləzzətlisidir. Biz nə vaxt gəlsək Lənkərana, gedəndə bu fədəkdə bir aslanlıq eləməliyik, pərəsatlıq eləməliyik. İndi yenə atabala girdilər. Obязательно o nobatını almalıdır. Dedi ki, mən onsuz da fədəyə girəcəm. Balduzumun oğlu da bizlə idi. Dedi ki, bəs o dedi mən özüm gedim. Dedi ki, yox da sən evə qoyacaq. Çünki mən onsuz da fədəyə girməliyim. Onsuz da marketə girəcəm və nobatımı alacam. İndi Noriklə girdilər, getdilər nobatlarını almağa. İş orasındadır ki, mən bilirsiniz nəyin halindayım. Yəni biz evə, təbii ki, evə gedirik, tələsmirəm. Sadəcə olaraq evə gedib nə vaxt kondisioner yandıracaq və nə vaxt sərinləşəcək ev. Çünki bütün günü yəni evdə olmamışıq da. İndi ev hamam kimidir. Mən də otaq buz kimi olmasa yata bilmirəm. Mütləq sərin olmalıdır. Biraz o sərinliyi də çəkəcək. Ona görə indi də deyirəm ki, aşka evə girən kimi kondisionerlərin işinə aşka baxır. Vaxtı-vaxtına aşka özü bilir nə vaxt yandıracaq, nə vaxt söndürəcək. Deyirəm, aşka evə gedən kimi birinci kondisionerlər, sonra yaxalanmaq falan. Birinci kondisioner. Bir də okey. Gəldilər atabala, nobatdan 4 paçka alıb, 4 paçka. Su da aldılar yola. Mən isə Hacıoğlu'da oturub çay bilirsiniz də, mənim o məşhur pirojlam, ancaq inanmıram pirojlan yeyə biləm, ancaq çay içərəm. Yəni mənim ən sevdiyim bu Bakı-Lənkəran trasında ən sevdiyim an Hacıoğlu'da oturmaqdır. Yoldaşımın ən sevdiyi an fədəyə girməkdir. Lələtəpə nəyə deyirdi? Nəyə deyirdi? Düşə bilmir. Hə. Sən açarsan da maşını gözləyək də. Düzdür, istoriya yuxuda görmüşlər Lələtəpə. Hə, keçən dəfə. Gəldi mənim lübimçik yerimə. Hə? Bakı Lənkəran yolda. Честно, хочу пить. Da, yatır. Kafein də var. Bakı Lənkəran trasının ən sevdiyim anıdır bu.
En sevdiğim anıdır bu. Hacı burada çay içmek. Çünkü burada geçen privilegiyalar olur. Okey. Biz gedək. Aşka gel. Biz gedək, başsın gözlüyor. En sevdiğim. Ne biri bu? Tövbe estağfurullah. Toyxal. Ve Hacıoğlu'ya girmiş bulunmaktayız. Burada geçen yuxulu pinəkliyə gözəl hadisələr olur. Ona görə mən buranı seviyorum. Buranın çayı da ləzzətli olur. Burada nə qələtlər edirik. Bunu qoyacağım videoya bax. Bunu qoyuram videoya. Dodaqaltı mızıllayır. Ben dodaqaltı kömək eşitmədim. Əzbər də eşitdim də dodaqaltı hələ mızıllayır da. Oğlum Nurla pozitiv oğlandı. Onun en əsəbi olduğu an maksimum belə ola bilər. Özünü sakitləşdirir. İnanılmısıdır. Yaraqçı qızlarlar günləridir. Ağlıma yalan. Özü bilir mən apelativəm, birinci mənə vurub. Nənə vurub dənizə. Dənizin telefonu maşındadır. Koy Bizə vurdu. Haradasınız? Deyir, bacıoğlu da. Hacıoğlu da adı bacıoğlu. Yaşlı bir yol üstüsünüm gitti. Yol üstündə oturmuş Hacıoğlu. Zoldur bacıoğlu. Nənə yazıq narahatdır da. Bu mamalar yatmaz bu günləri biz çatana qədər. Çay zəhərlənməsi gedir, ucu içə bilmirəm. Oysa belə çox da çay içə bilmirəm deyə. Ucu içə bilmirəm. Suyu nə qədər bizim içirəm. Mənim piyaninam kökdən düşmüş piyanodur. Təəssüfdir. Köklənməsi lazım. Bir də onu gətirəm. Hə, valla. Köklənməsi lazımdır. Ona görə də kökdən düşmüş piyanodur. Amma mən bu vlogumu çaldığım piyano videosu ilə bağlamaq istəyirəm. Gözəl musiqi altında, musiqi dəqiqələrində. Oradan bu vlogu belə bağlayaram inşallah. Sağ-salamat gedək evimizə, eşiyimizə çataq. Səhər olmuşuq, düşmüşük yollara. Bunlar hamısı mənə bərəkət Allah valla. Allah mənə bərəkət versin. Bunlar hamısı pinəkliyirlər. Yes, Что хочешь? спать. Колпак только не той. Это человек спать хочет. Mən yorğunluq keçirdim. Mən yuxu ilə alakası yoxdur. Bu sağ-sol bəllidir. Nə yuxululuğu bilinir, yaxud yuxusuzluğu bilinir. Asla hisslərini çözəməzsiniz. Oluşum yatmışdı. Hələ də yatır. Oluşum yatmışdı. Yatdığı yerdən dozdurub onu Hacıoğlu'ya gətirdik. Çay içsin. Çox pis vaxtı yatırdı. Hazırlığa çatmamış yuxuya gedir. Yuxuya gedir. Oluşum çox pozitiv adamdır. Prosta biraz belə. Yuxuya dalmasın. Kal duranda biraz belə geri işin olmasın, sonra qaydasına düşür. Çünki o mənim diləyim. Zəhmət olmasa bir mənim çay içdiyim məsafəyə baxın. Hər şey tərtəmiz, gül kimi. Və bir də anamın və bacımın çay içdiyi. Bacı da taksiridir, bacınki də mən töymüşəm. Onu da anam töküb. Çünki ürəyimiz yanır da isti idi. Ona görə tökdüm, nəlbəkiyə tökəndə qopurçan, Koşur arkası. Nəlbəkiyə tökülmədən yarısı yerə tökülür. Valla mənim deyil. Soğuqanı tökülür. Bu koşur nəlbəkiyə tökülmədən bu yarısı yerə tökülür. Yerə soxmuyor. Qopurçan sağız tökülür. Bu yarısı da tökülür. Bizə lənət oxuyacaqlar. Buradan deyəcəklər özə qadın xeylağı var. 2 dənə qız xeylağı var. Bunlar üstə olmalar. 2 milli qadın tərəfsiz. Yoldaşım tərəfə Vəziyyətimi anlayamazsınız. Üzündən oxunur, narahat olma. Danışmaya ehtiyac yoxdur. Bərbad bir vəziyyətdəyim. Mən Bakı çatdıran olaydım. Yanındakı bundan da qorxmuyor. Gerçək oğlan. Çox gerçək bir oğlandır. Qalmalıdır. Buradakilardan bir dənə deməli var idi. Belə İtalyan oğlan idi. Heykəli. Boynunda da 2 dənə korzinka tutub da. Biri səhvdən, biri oturdan. Hə, səbət. Nəysə, buna çox xoşum gəldi. Onu aldım.
aldı. İndi upakovka elədilər, gətirdilər də. Aska da deyir ki, bunu elə upakovka eləyir, elə bir biz oğurlamışıq. Doğrudan gəlmir. Biz elə bir oğurlamışıq. Bu necə upakovka eləyir? Biz şey mağazində girirsən, korobkasında, Hadi burada ne korobkası sen de ya. Burada ne korobka axır? Burada ne korobka? Qara. Ev yok, içindeki göçək oğlandı. Надо без простой пакет, но черный. Uşaqlığında o paketlər olur, bazarda verirlər. O Levi's, üstünə Levi's. Ya da bir dənə qız çəkir olur, ya da üstünə BMW. İltam Nokia ama yaxşıdır. Evdə göstərirəm, açaram, göstərirəm. Çox qəşəngdir. Bu qədər şeylərin içində, figurların içində bir tək onu bəyəndim. Belə şlyapası da başında İtalyan oğlanlarına oxşuyur. Mən o güzgün qabağım həmişə nova qoyduyum. Ya da ki, Novruz bayramında bəzəyirəm də. Bir Novruzda, bir də yeni ildə, bir də Novruz bayramında bəzəyirəm. Yeni il üçün çox qəşəngdir. O səbətlərim falan, korzinkalarımı dolduracağım. Çox xoşum gəldi, çox. Həm xoşum gəldi, indi sizə də göstərərəm evdə. Sağ-salamat çatdıra bilsəm evə. Göstərirəm. Görüm. Dənizi göstərim. Ay dədə. Aa, bu pozitivləndi. Bir saat indi başımızı yeyəcək. Hə, indi evdə göstərirəm, görüm mənə zövqlərimiz üst-üstə düşür. Siz də bəyənəcəksiniz, yoxsa yox? Buona sera, signorina. Bəyənsəniz, yazın kommentarlara. Bir də ki, vlogu da bəyənsəniz, like-a toxunun. Gəzməyi də gedəndə, yeməyi də gedəndə, hara gedəndə, Это не твое. nə eləyəndə ancaq çəkirəm. Yəni, belə bir də Mənə əziyyətli deyil də. Demə. Motivasiya olur. Biz də bir film çəkirik. Gəbərdik falan filan, yuxusuz qalırıq. Bir də bu like qoyulmasa valla atarım kendimi. Я еще кое-что страдаю. Я по какие-то каждое лето много чихаю. И чихав, это у меня надо слушать, что я не могу нормально дышать. И сижу и умираю. Чисто из-за него. Düş. Evet. O vaxtda. Ben canımı tutardım orada. Gördün kalmıştım ağzı gülə-gülə dayanmışdım. Sən qoyaram orada. Gör sən xərzinalarımı nələrlə dolduracağım mən. Gör nələr edirəm. Sən gözünə bəziyyətsən. Qaynana kilosun sən. Səni göyçək oğlan necə? O da göyçəkdir. O kukla şeydir. O çifirdir. Göyçəkdir. Bu şlyapasını yapasın. Göyçək düz görünmür. Sən mən bunu başım göstərim sana. Sən İtalyanski men. Bu nə də? şlyapa. Mən göyçək O balam. sənə baxır ki. Şlyapasına bak. Gördün? Bir de şuna bakman lazım. Bu çok hardaram yerini. Düş qabağıma. Davay. İrəli git. Mama, mənə maşın sürməyə verər. Yok gece ile ne maşın sürmeyi sen Allah dombalı kaçlar. Я не хочу аварию. А? Я не хочу аварию. Necəsin? Я бы согласился, аварию не хочу. Gelir papacığım sen kopaydın. Açdı, açdı. Git. Bunu necə indi qoyar ki Allah'a xoş ver. Ya kömək eləyim açır. Sorumuz verəndə ürəyimiz zıp gelir. Bu necə eləyir Allah xoş getsin. Ha, bırax. Bıraxıram, bunu elə qoyun. Qabağına da o pomidorları zadı qoyun, tərpənə bilməsin də. Sorumuz verəndə tərpənməsin. Elə bil. Zəhli mar. Baxa qoya məni. Uşaq yatsdırıb sal, uşaq yatsdırıb bələydə. Oranın da qoy. Bax, baxa. Boranı da var. Balqabaq. Oh my god. İkizi balqabaq. Bunu tut mən bağlayım da. Bağla. Gözüm gördü ki. Qaranlıqdır da. Bağladım. Все. Dünən aldığım, bugün səhər də artıq dünən aldığım figur belədir. Figurdur, heykəldir, nədir, nəysə budur. Bunlar qəşəng elə yerlənir. Bunu çox bəyəndim. O qədər şey içində quşlar var idi, nə bilim itlər var idi, şirlər var idi. Bundan bir dənə idi. Qızlar da var idi, qız heykəllər də var idi, oğlan heykəllər də var idi. Amma bundan bir dənə idi. Buna çox xoşum gəldi.